Dəyərli nəqliyyat vasitələrində bu dəfə xanımlardır. Onları bir araya gətirən isə motosiklə olan sevgidir. Bugün onlardan danışacağıq. Bəzilərinə hobbi, bəzilərinə isə həyat tərzidir, amma onların hər birinin öz hekayəsi var. Bizim Qadın Motosiklet Klubu 2020-ci ildə yaranıb və təsisçimiz Evelin xanımdır. Demək istəyərdim ki, Evelin xanım Azərbaycanda ilk sertifikata malik olan qadındır. Klubun fəaliyyəti, əsas fəaliyyətimiz xanımlara öyrətmək, düzgün idarə edilməsidir. Ondan sonra təhlükəsizlikdir. Biz klub kimi Azərbaycan Moto Federasiyanın üzvüyük. Bizim əməkdaşlar bu sabahıya yaxın günlərdə vəzifələri alacaqlar. Mənim üçün bayk nəqliyyat vasitəsi deyil. Mənim üçün bayk azadlıq deməkdir. Xanımlar deyirlər ki, bu nəqliyyat vasitələrini idarə etməyi təcrübə tələb edir. Elə bizim qəhrəmanlarımızdan biri Natavan xanım kimi. O, 22 ildir ki, motosikildən nəqliyyat vasitəsi kimi istifadə edir. Mütəmadi moto yürüşlər də keçirirlər. Ən maraqlı və yadda qalan səfərləri isə Qarabağa etdikləri moto yürüşü olub. Biz Qarabağa gedəndə, bizim klubumuzla yürüş eləyəndə biz bütün nöqtələrə qoymuşuq və mən qızlara dedim ki, mütləq Xocalıya getməliyik, çünki mənim canım orada qaldı. Biz ora çatanda mən uşaqları gördüm, uşaqlarımı sevməyi gördüm. Onlar orada gülürdülər, qaçırdılar, ona görə mənim ürəyim rahatlaşdı. Biz Qarabağa gedəndə, yürüşdə 3 günə 1000 kilometr cəhd etmişik. Şuşaya getdik, Xocalıya, Laçına qədər getdik. Təkcə cəsarət və azadlıq onları bir araya gətirmir, həm də bütün stereotipləri qıran güclü iradənin nümayəndələri olmaq onları birləşdirir. Həmçinin onlar yol hərəkəti və təhlükəsizlik qaydalarına düzgün şəkildə əməl edirlər. Motosikl mənim üçün tək hobbi deyil, həm də həyat tərzidir, həm də gündəlik istifadə edirəm mən motosikl. Xüsusi avadanlıqlar olmalıdır, geyim mütləqdir, dəbilqə mütləqdir, əlcəklər mütləqdir. Bir də ki, yolda təbii ki, qayda qanuna riayət eləsəz, məncə heç bir şey olmaz. Yolunuz açıq, qəzasız, təhlükəsiz, bayramınız isə mübarək olsun deyirik cəsarətli xanımlar. Nigar Babayeva, Emin Tağıyev, Telesər.